Riya dinimizin tənqid etdiyi bir xüsusiyyətdir. İbadətində Allahı deyil, başqasını düşünərək, əməlini başqası üçün göstəriş olaraq edən insan, hədislərdə qeyd olunduğu kimi, kiçik şirkə düşmüşdür. İlk olaraq, cəhənnəm atəşinə alışdıracaq kəslər, ibadət əhlindən əməllərində riya edənlər olacaq. Onların arasında isə ilk olaraq, atəşə daxil olanlar, riyakarlıqla alimlik, riyakarlıqla cihad edən və riyakarlıqla sədəqə verənlər olacaq. Çünki riyanın azı da şirkdir. Abu Hureyre rəvayət edir ki, Allah elçisi belə buyurdu: Qiyamət günü haqlarında hökm veriləcək ilk insanlar bunlar olacaq. Şəhid olmuş bir nəfər, onu hüzura gətirəcəklər, sonra ona nemətlər barədə məlumat verəcək və o bu nemətləri təsdiqləyəcək. Allah deyəcək: bunlarla nə etdin? Deyəcək: şəhid olana qədər sənin uğrunda döyüşdüm. Allah deyəcək: yalan dedin. İnsanların sənin haqqında cəsurdur deməkləri üçün vuruşdun və həqiqətən də sənə cəsur döyüşçü deyilmişdir. Sonra əmr olunacaq və atəşə atılması üçün üzü üstə sürüləcək. Sonra elm öyrənmiş, onu öyrətmiş və Quran oxumuş bir nəfəri gətirəcəklər. Allah ona nemətləri haqqında xəbər verəcək və o bunları tanıyacaq. Allah deyəcək: bunlarla nə etdin? Deyəcək: elm öyrəndim, onu öyrətdim və Quran oxudum. Deyəcək: yalan dedin. Sən insanların alimdir demələri üçün elm öyrəndin, qaridir deməkləri üçün Quran oxudun. Həqiqətən də elə deyilmişdir. Sonra əmr olunacaq və atəşə atılması üçün üz üstə sürüləcək. Sonra Allahın imkanlarını genişləndirdiyi, hər cür növ mal verdiyi bir nəfər gətiriləcək. Allah ona nemətləri barədə məlumat verəcək və adam onları tanıyacaq. Allah deyəcək: bunlarla nə etdin? Deyəcək: uğrunda sədəqə verilməsini sevdiyin elə bir yol olmadı ki, o yolda sənin üçün sədəqə vermiş olmayım. Allah deyəcək: yalan dedin. Lakin sən bunu insanların sənin haqqında o səxavətlidir deməkləri üçün etdin. Həqiqətən o cür deyiblər. Sonra əmr olunacaq və oda atılması üçün üzü üstə sürüləcək. Müslim 1905-ci hədis. Lakin o kəslər kafir deyil, müsəlman olacaqlar. Bu əməllərində ixlaslı olmadıkları üçün odda əzab görəcəklər. Riyakarlıq edən kimsə, Xaliqin böyüklüyündən məlumatsız olduğu üçün öz əməllərində məxluqu nəzərə alır. Riya əhlindən sonra atəşə şəhvət sahibləri nəfslərinin istəklərinə itaət etmiş, Rəblərinə üsyan etmiş nəfs istəklərinin qulları daxil olacaqlar. Lakin Allahın həqiqi qullarına gəldikdə isə onlara belə deyiləcək: ey rahatlıq tapmış nəfs, razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön. Mənim qullarımın cərgəsinə keç, cənnətimə daxil ol. Fəcr surəsi 27, 28, 29 və 30-cu ayələr. Riya həqiqətən də çox gizli və buna görə də çox təhlükəli bir günah olaraq şirk hesab olunur. İnsan bəzən fərqində belə olmadan riyaya düşə bilər. Bu səbəblə də daimə diqqətli olmalı, imanını artıran əməllər etməyə çalışmalı və həmişə Allahın razılığını qazanmaq uğrunda çalışmalıdır. Bu məqalə böyük alim İbn Rəcəmin əsərlərindən istifadə olunmuşdur.